Babasının pəncərələri sıx, qaranlıq, ağacları bir-birinə sarmaşmış, bir küknarın harda qutarıb, o birinin harda başlandığı məlum olmayan iynəyarpaqlı meşəliyinə açılan, nə qədər açıq qoyulsa da, hətta yay günündə də məzar nəmişliyini xatırladan kabinetində, ölüm sükutuna qərq olmuş bu otaqda, üstünə heç nə sərilməmiş yazı masasının üstündə, əlində skripka tutmuş bürünc oğlan statueti dayanan otaqda qapısı açıq kitab şkafı var idi. Bu şkafda nə vaxtsa çap olunmuş illüstrasiyalı qalın jurnallar görünürdü. Lujin onların səhifələrini tez-tez çevirərək arfaya bənzər Vinetka adlandırılan Korinskinin şeirləri ilə sürüşərək yerlərini dəyişən bataqlıqlar, Amerikada yaşayan əcaib adamlar, insan bağırsağının uzunluğu haqqında məlumat çap olunmuş qarışıq bölmək arasında yerləşən şahmat taxtası həkk olunmuş səhifəyə gəlib çıxdı. Lujin jurnalı vərəqləyərkən heç bir şəkil onun diqqətini cəlb edib dayandıra bilmədi. Nə məşhur Niagara şəlaləsi, nə azlıqdan qarınları şişmiş, skeletə oxşayan hindu uşaqları, nə də İspan kralına sui-qəsd. Vərəqlər sürətli xışıltı ilə bir-birini əvəz edir və birdən həmin kvadrat, etüd, debüt, partiyalar verilmiş səhifə açılırdı. Yay tətilinin başlanğıcında BBC-nin yoxluğu, xüsusən də daim üstünə ətir səpən, BBC-nə gətirdiyi çiçəklərdən asılı olaraq gah bönövşə, gah da inci çiçəyi ətri verən qocanın yoxluğu aydınca hiss olunurdu. BBC adətən vaxtı çox uğurlu seçirdi. O saata baxıb bir neçə dəqiqədən sonra evdən çıxan kimi qoca gəlirdi. Neynək, gözlərik. Qoca buketin üstündəki yaş şahsı çıxararaq deyərdi və Lujin kreslonun üstündə artıq şahmat figurları düzülmüş masanın yanına sürüşərdi. Əlində gül dəstəsi tutmuş qocanın gəlişi uşaq üçün kifayət qədər asan olmayan vəziyyətdən çıxış yoluydu. Məktəbə getmədiyi 3-4 gün ərzində məlum oldu ki, BBC şahmatı o qədər də yaxşı oynamır. Bibinin figurları heç nəyə yaramayan bir yığın şey-şüyə çevrilirdi və onların arxasında müdafiəsiz qalmış şah ora-bura vurnuxurdu. Qoca isə əla oynayırdı. Birinci dəfə BBC ərzəklərini geyinib tələsik, təəssüf ki, mən getməliyəm, siz oturun, mənim qohumumla şahmat oynayın, gözəl inci çiçəyinə görə sağ olun, deyə sağollaşarkən qoca dərindən köks ötürüb, çoxdan da əlimi bu figurlara vurmamışam. Hə, cavan oğlan, sol və ya sağ, dedi. Həmən o birinci görüşdən qulaqları ot tutub yanan və nə edəcəyini bilməyən Lujinə elə gəldi ki, BBC-nin ona öyrətdiyi oyunu deyil, tamamilə başqa bir oyun oynayır. Taxtadan məst edici qoxu gəlirdi. Qoca şahı Ferz, Turanı top adlandırır. Rəqib üçün təhlükəli gedişlər edərək öz figurlarını yenidən əvvəlki mövqeyinə qaytarırdı və bahalı bir alətin mexanizmini açıb göstərirmiş kimi rəqibə qarşıdakı bəlanı necə dəf etməyin yollarını başa salırdı. İlk 15 partiyanı qoca heç bir çətinlik çəkmədən, gedişlər üzərində düşünməyə vaxt itirmədən uddu. 16-cı oyunda isə o artıq gedişlər üzərində düşünməyə başladı və oyunu çətinliklə uddu. Sonuncu gün qocanın bütöv bir yasəmən kolu ilə gəldiyi və BBC-nin öz yataq otağında barmaqlarının ucunda gəzdiyi, sonra isə çox güman ki, arxa qapıdan xəlvətcə getdiyi oyunda qocanın çətin vəziyyətə düşərək fısıldadığı gün isə uzun, həyəcanlı mübarizədən sonra Lujin nə isə dərk etdi. O daxilən elə bil nədənsə azad oldu. Fikirlərinin dayazlığı yoxa çıxdı və onun içərisində hələ əzablı, dumanlı şahmat perspektivinin fırtınası qopmağa başladı. Nə etmək olar? Heç-heçə, qoca dedi. O, xarab olmuş maşının hansısa mexanizmini irəli-geri hərəkət etdirirmiş kimi Ferzin yerini bir neçə dəfə ora-bura dəyişdi və bir də dedi. Heç-heçə, daimi şah. Lujin də mexanizmin işlək olduğunu yoxlamaq üçün onu nəzərdən keçirdi. Qurdaladı və taxtaya baxaraq özünü dartdı. Uzaq gedəcəksiniz, qoca dedim. Belə getsə, böyük uğurlar qazanacaqsınız. Birinci dəfədir ki, görürəm. Çox-çox irəli gedəcəksiniz. Qoca onun işarələrin o qədər də mürəkkəb olmayan sistemlərini başa saldı və Lujin jurnalda verən partiyaları həll edərkən bir dəfədə özünün də paxıllığı tutduğu bir keyfiyyət aşkarladı.
Bu, atasının süfrə arxasında qaynatasının partiturasını saatlarla oxumasından, gözünün ucu ilə notlara baxıb gah gülümsəyib, gah da qaşqabağını tökərək, bəzənsə oxucunun mütaliə etdiyi romanın nə isə adı, ilin, fəslini yadına salmaq üçün vərəqi geriyə qaytardığı kimi, notu ani çevirməklə musiqinin bütün gözəlliyini necə də duyduğunu anlaya bilmədiyindən bəhs etdiyi bir vaxtda olmuşdu. Görünür, musiqini olduğu kimi qavramaqda böyük həzz var, atası deyərdi. İndi Lujin gözucu gedişləri bildirən hərf və rəqəmlərə baxarkən həmin hissləri keçirirdi. Əvvəlcə o, ötən turnirlərdən qalma partiyaları başa çatdırırdı. Şahmat notlarına ani nəzər salmaqla sakitcə taxta üzərində fiqurların yerini dəyişirdi. Bəzən elə olurdu ki, nida və ya sual işarəsi ilə işarələnmiş hər hansı gedişdən sonra pis və ya yaxşı oynanılmasından asılı olaraq mötərizədə bir neçə gedişlər seriyası göstərilərdi. Axı ən güclü gediş iri sayılar kimi bir neçə qolun birləşməsindən yaranır və əsas ana qol öyrənilməzdən əvvəl hər bir xırda qolun keçdiyi yol hər tərəfli tədqiq edilməlidir. Bu, yanlış gedişin və ya Allah möcüzəsinin əsl qayəsini açan sirli, gizli gedişləri, onların harmoniyasını Lujin yavaş-yavaş bir-birini əvəzləyən işarələrdən oxuyurdu. Bir dəfə gördüyü partiyanı o taxtadan istifadə etmədən çox asanlıqla oxuya bilirdi. Bu, həm də ona görə ləzzət eləyirdi ki, şahmat fiqurları ilə əlləşməyə, hər dəqiqə kiminsə gələcəyindən ehtiyatlanmamağa ehtiyac qalmırdı. Doğrudur, o qapını açarla bağlayırdı və qapının müstəsnəyi yalnız bir neçə dəfə qalxıb enəndən sonra onu açırdı. Və onun nəm, heç kəs yaşamayan bu otaqda nə işlə məşğul olduğunu öyrənmək üçün gələn atası oğlunu qaşqabaqlı, narahat, qulaqları qızarmış halda görürdü. Masanın üstündə jurnallar olardı və atası şübhələr içində qovrulardı ki, görəsən oğlu bu jurnallarda lüt qadın şəkilləri axtarmır ki. Sən niyə qapını sonra bağlayırsan? O soruşardı. Və kiçik Lujin çiynlərini biraz da çəkərək dəhşətlə düşünərdi ki, atası bax, elə indicə divanın altına baxacaq və orada gizlədilmiş şahmat taxtasını tapacaq. Bura bumbuzdur. Bir də ki, bu köhnə jurnallarda maraqlı nə var ki? Gedək baxaq, görək küknar ağacının altında qırmızı göbələklər bitməyib. Küknar ağacının altında həmişə qırmızı göbələklər bitərdi. İynəyarpaqlı ağacların iynələri yaş, zərif kərpic rəngli göbələklərə batardı. Bəzən otlar onların üzərində nazik, uzun iz buraxardı. Göbələyin papağının altı deşik olardı. Bəzən bu deşiklərin üstünə ilbiz yapışardı və böyük Lujin göbələyi zəmbilə qoymazdan əvvəl qalın, boz, xal-xal papağın üstündən bıçaqla torpağı və mamırı təmizləyərdi. Oğlu 5-6 addım ondan geridə gələrdi və qoca adamlar kimi əlini belinin arxasında tutlayardı. Göbələk axtarmazdı, hətta atasının göbələyi necə böyük həvəslə yığmasına da fikir verməzdi. Hərdən bir xiyabanın sonunda dolu bədənli, bənizi solmuş, kədərli, ona yaraşmayan ağ paltar geyinmiş anası görünərdi və gah günəş şüaları düşər, gah da kölgəliklərdə şimal meşələrində heç vaxt rast gəlinməyən quru yarpaqları, hündür daban, altı biraz əyilmiş ağ ayaqqabılarla xışıldada onlara tərəf gələrdi. Necə oldusa, iyul ayında pilləkənlərlə qalxarkən anasının ayağı sürüşdü və ayağı çıxdı. Sonra o bir müddət yatağa düşdü. O, gah yarıqaranlıq yataq otağında, gah da eyvanda uzanırdı. Əynində çəhrayı rəngli kapot olardı. Yanındakı masanın üstünə içəridən buldeqon adlanan sorma konfetlər yığılmış gümüş maza qoyardılar. Qadının ayağı tezliklə sağaldı. Ancaq o yataqdan qalxmağa tələsmirdi. Hesab edirdi ki, bu taleyin işidir və onun başına gəlməməliymiş. Ya isə çox hissi keçirdi. Ağcaqanadlar göz açmağa imkan vermirdilər. Çaydan səhərdən axşama kimi çimən qızların səs-küyü gəlirdi və belə isti günlərin birində səhər tezdən qan soran cücülər hər tərəfinə qara, iyli mat çəkilmiş ata divan tutmağa macal tapmamış, böyük Lujin bir günlüyə şəhərə getdi. Başa düş, mən mütləq Silvestrovla görüşməliyəm. O getməmişdən əvvəl əynində siçan rəngli xalat yataq otağında o tərəf bu tərəfə gedərək deyirdi. Sən nə qəribə adamsan. Axı bu vacibdir. Heç mən özüm də getmək istəmirəm. Arvadı isə üzünü yastığa söykəyərək uzanmışdı və onun kök çiyinləri köməksizcə titrəyirdi.
Bütün bunlara baxmayaraq, o səhər tezdən evdən çıxdı. O, bütün günü darıxırdı. Köhnə jurnaldakı bütün partiyalar öyrənilmiş, bütün tapşırıqlar yerinə yetirilmişdi və artıq öz-özü ilə oynamaq məsuliyyətində qalmışdı. Bu isə fiqurların dəyişdirilməsi və ona ləzzət verməyən heç-heçənin qaçılmazlığı demək idi. Həm də həddindən artıq isti idi. Həyətdəki qumun üstünə eyvandan nazik üçgünc qara kölgə düşürdü. Xiyaban günəşdən başdan ayağa xal-xal idi və diqqətlə baxanda bu xallar bərabər, işıqlı və qara kvadrat kimi görünürdü. Kölgə skamyanın altında barmaqlıq kimi görünürdü. Bağ meydançasının künclərində qoyulmuş zibil qablı daş sütunlar diaqonal xətt boyu bir-birinə hədələyirdi. Havada tez-tez nəyisə kəsən qayçının hərəkətini xatırladan qaranquşlar uçuşurdu. O, bekarçılıqdan çay qırağı ilə uzanan cığırla irəliləməyə başladı. Çayın o üzündə şən səs-küy eşidilir və çılpaq bədənlər gözə dəyirdi. O, ağacın gövdəsi arxasında gizlənərək ürəyi çırpına-çırpına ağaran çılpaq bədənlərə baxmağa başladı. Ağacda oturmuş quş cəhcəh vurdu və o qəfil səsdən diksinərək cəld geriyə, çaydan kənara çəkildi. Riçik Lujin daim üst başından yüngül kofeyi gələn, az danışan, sarsifət qoca təsərrüfat müdirəsi ilə səhər yeməyini oturardı. Sonra isə qonaq otağında divanda uzanaraq yarıyuxulu vəziyyətdə müxtəlif səslərə, gah sarı köynəyin bağda cəhcəh vurmasına, gah pəncərəyə qonmuş işə yarısının vızıltısına, gah qulluqçunun anasının yataq otaqsından sinidə apardığı bir-birinə toxunan qabların səsini dinləyərdi və bu ötəri səslər Lujinin xəyalında qəribə, hansısa mürəkkəb, qara fonda verilən ağ naxışlara çevrilərdi. O, bu naxışları çözməyə cəhd edə yuxuya gedərdi. Ona anasının göndərdiyi qulluqçu oyadardı. Yataq otağı toranlıq və cansıxıcı idi. Anası onu qucaqlamaq üçün özünə tərəf çəkmək istədi. Ancaq o bədənini gərərək anasının əlindən çıxdı. Mənə bir şeydir, nə olar? Anası sakit səslə dedi. O barmaqlarını dizlərində gəzdirərək çiyinlərini çəkdi. Heç nə demək istəmirsən? Anası daha alçaq səslə soruşdu. O balaca gecə masasına baxdı. Onun üstündəki buldeqomlardan birini götürüb sormağa başladı. İkincini, üçüncünü, dördüncünü, beşincini, ağzı şirin qovuqcuqlarla dolana qədər onlardan ağzına qoydu. Götür, nə qədər istəyirsən. Anası pıçıldadı və əllərini uzadıb onu sığallamaq istədi. Sən bu il heç günəşdə qaralmadın. O bu qədər susub dedi. Bəlkə mən görmürəm, burada işıq elədi ki, hər yarın gömgöy görünür. Zəhmət olmasa pərdəni aç. Yox, dayan getmə, sonra. Buldeqəmləri sorub qutardıqdan sonra oğlan getməyə icazə istədi. Anası ondan indi nə edəcəyini, atasını qarşılamaq üçün saat 7-də gələn qatarın qabağına getmək istəyib-istəmədiyini soruşdu. Buraxın məni, oğlan dedi. Sizdən dərman iyi gəlir. Məktəbdə başqalarının elədiyi, özünü isə heç vaxt etmədiyi kimi pilləkənlərdə sürüşmək istədi. Sonra pilləkənin altındakı, içərisindəki hələ də nə olduğu sona qədər bəlli olmayan şkafda jurnallar axtardı. Tapdı. Jurnalda şaşkı şöbəsi var idi. Taxta üzərində dayanıb, ona axmaq-axmaq baxan şaşkı dənələrini gördü. Şahmata aid heç nə yox idi. Quru Edelveyslər və qıpqırmızı qızarmış və nazik solğun bənövşəyi anasının indiki xəttinə heç oxşamayan uşaq xətti ilə müəyyən qeydlər edilmiş albom. Herbariya ilə hey əlinə dolaşırdı. Davos 1885-ci il, Qatsina 1886-cı il. O ürəyində bu yarpaqları qoparmağa başladı və dağınıq kitablar arasında çömbətmə oturaraq nəfəs borusuna düşmüş xırda toz parçacıqlarından asqırdı. Bir qədər sonra pilləkənin altı qaranlığa büründü, onun vərəqlədiyi jurnal səhifələri boz rəngdə görünməyə başladı. Bəzən hansısa xırda şəkil qaranlıqda ondan şahmat tapşırığı kimi görünürdü. O birtəhər kitabları şkafa dürtdü, qonaq otağına keçdi. Həvəssiz fikirləşdi ki, yəqin saat 8-ə işləyib, çünki bufetçi artıq kerosin lampaları yandırırdı.
Səliyə söykənən və sürahədən yapışan yağsəmən rəngli penuar geyinmiş anası ağır-ağır aşağı düşürdü və onun sifətində qorxu ifadəsi var idi. Başa düşmürəm, atam nə üçün hələ də gəlib çıxmayıb, dedi və çətinliklə hərəkət edərək eyvana çıxdı. Adda-budda qızılı kürən rəngə boyanmış künar ağaclarının budaqları arasından yola boylandı. Atası yalnız saat 10-da gəlib çıxdı. Sən demə o qatara gecikibmiş, işi çox imiş. Naşirlə nahar edirmiş. Yox, şorba lazım deyil, deyə yeməkdən imtina etdi. O ucadan danışır, gülür və ağzını marçıldada geyirdi. Birdən Lujin hiss etdi ki, atası elə bil onun burada olmasından heyrətlənərək gözlərini ona zilləyib. Nahar hiss olunmadan axşam çayına keçdi. Anası masaya dirsəklənərək içində moroq olan nimçəyə baxır, səsini çıxarmadan gözlərini qıyırdı və atası nə qədər şən söhbət edirdisə, gözlərini bir o qədər çox qıyırdı. Sonra o ayağa qalxaraq otaqdan çıxdı və Lujin elə gəldi ki, bütün bunlar nə vaxtsa bir dəfə baş verib. O eyvanda atası ilə tək qalmışdı və atasının ona dikilmiş diqqətli və qəribə nəzərlərini hiss edir, qorxudan başını qaldırmırdı. Vaxtınızı necə keçirdiniz? Birdən atası dedi. Nə ilə məşğul oldunuz? Heç nə ilə. Lujin cavab verdi. Bəs indi nə ilə məşğul olmaq fikrindəsiniz? Oğlunun danışıq tərzini yamsılayan böyük Lujin siz deyə müraciət edərək həmin gərgin zarafatyanı səslə soruşdu. Yatmaq istəyirsiniz, yoxsa burada mənimlə oturmaq? Lujin ona rahatlıq verməyən açığanadı öldürdü. Çox ehtiyatla gözaltı atasına diqqət edirdi. Atasının saqqalında çörək qırıntısı ilişib qalmışdı və gözlərində xoşagəlməz parıltı var idi. Bilirsən nə var? O dedi. Qırıntı yerə düşdü. Bilirsən nə var? Gəl bir şey oynayaq. İstəyirsənsə mən sənə şahmat oynamaq öyrədərəm. Oğlunun yavaş-yavaş qızardığını görüncə ona yazığı gəldi. Tələsik əlavə etdi. Ya da kabala. Orada masada kart var. Axı bizim şahmatımız yoxdur, Lujin xırıltılı səslə dedi və yenə də ehtiyatla atasına baxdı. Yaxşısı Peterburqda qaldı. Atası sakit səslə dedi. Amma deyəsən çardaqda köhnəsi var. Gedək baxaq. Doğrudan da Lujin atasının hündürdən tutduğu lampanın işığında müxtəlif cırcındır arasında qutudan şahmat taxtası tapdı. Və yenə də ona elə gəldi ki, bunlar da nə vaxtsa olubmuş. Qırağında mıxı görünən açıq qutu, üstünə toz başmış kitablar, ortası çatlamış taxta, üstü hərəki örtüklü xırda qutu da tapıldı. Onun içərisindəki nazik şahmat fiqurları var idi. O hələ çardaqda şahmat axtararkən, sonra onu aşağı eyvana apararkən atasının təsadüfənmi şahmatdan danışmağa başladığını dərk etməyə çalışırdı. Bəlkə o artıq nə isə görüb? İşıqlandırılmış masanın üzərində lampa ilə qatıq arasında qoyulmuş şahmat taxtasını qəzetlə silməyə başlayarkən atasının üzünün cizgilərində istehza yox idi və qorxusunu, sirrini ələ verəcəyini unudan Lujinin qəlbi qürurla döyündü. Əgər o istəsə, öz məharətini göstərə bilər. Atası fiqurları düzməyə başladı. Piyadalardan birini butulkaya bənzəyən hansısa bənövşəyi bir əşya əvəz edirdi. Topun birinin yerinə şaşı daşı qoyulmuşdu. Atların başı yox idi və qutu aşarkən atlardan birinin sınmış başı, sümükdən düzəldilmiş fiqur və qırmızı fişqa ilə birgə indi onların heç birinə uyğun gəlmirdi. Fiqurların hamısı düzülüb qurtarandan sonra Lujin dözməyərək mızıldadı. Mən artıq azacıq bacarıram. Səni kim öyrədib? Atası başını qaldırmadan soruşdu. Məktəbdə, Lujin cavab verdi. Bəzi uşaqlar oynayırlar. Hə, lap gözəl, atası dedi. Gəl başlayaq.